Salam millət. Bu gün Neymarın hekayəsinə baxacağıq. Dünya futbolu onlarla əfsanə görür. Amma bəzi oyuncular var ki, onların istedadı təkcə kuboklarla yox, həm də kaşkilərlə xatırlanır. Braziliya küçələrindən dünya futbolunun zirvəsinə doğru addımlayan, hər toxunuşu ilə azərkeşləri valeh edən bir ad. Neymar da Silva Santos Junior, Ronaldinho'nun varisi, Braziliyanın son seyrbazı. Bəs necə oldu ki, hər kəsin gələcəyin ən yaxşı olacağı gözlədiyi bu ulduzun hekayəsi yarımçıq qaldı? Santosda başlayan sehirli nağıl 2013-cü ildə Barselonaya transfer olunması ilə yeni bir mərhələyə qədəm qoydu. Burada o Messi və Suarez ilə birlikdə futbol tarixinin ən təhlükəli hücum trinosu MSN-yi qurdu. Çempionlar Liqasını qazandı. Lakin Neymarın Messi'nin kölgəsindən çıxıb dünyada bir nömrə olmaq istəyirdi. 2017-ci ildə 222 milyon evroluq rekord transferlə PSG-yə keçdi. Bu addım karyerasının ən böyük dönüm nöqtəsi oldu. Fransa Liqasının sərt müdafiəçiləri və ağır zədələr onun qarşısını kəsməyə başladı. Üstəlik hər il bacısının ad gününə təsadüf edən müəmmalı zədələr və qırmızı vərəqələr azərkeşlər arasında ciddi şübhələr yaratdı. Hətta onun bacısının sevgilisinə görə yalandan zədəli olduğu bildirilib, Braziliyaya yollanması iddialarıyla futbol dünyasında uzun müddət müzakirə olundu. Salam, mən Maqamed. Bu videonu birlikdə çəkir. Amma ən böyük xəyal qırıqlığı Səudiyyə Ərəbistanında yaşandı. Əl-Hilal klubu astronomik bir büdcə və böyük ümidlərlə Neymarı transfer etdi. Lakin böyük maraqla qarşılanan ulduz futbolçu zədələr səbəbindən komandada cəmi 47 dəqiqə canlı yayımlar açmaqla və oyunlara minlərlə dollar xərcləməklə gündəmə gəldi. Futbol tarixinin yeni kralı olmalı olan bir istedad, karyerasının zirvəsində olmalı olduğu yaşda yaşıl meydanlardan çox oyun konsolunun qarşısına yadda qaldı. Axtardığı rahatı Əl-Hilalda da qaldı. Axtardığı rahatı Əl-Hilalda da tapmayan Neymar üçün artıq geri dönüş vaxtı idi. Hekayə başladığı yerə, yəni Santos'a qayıtdı. İkinci Santos dönəmi onun üçün sadəcə bir transfer yox, futbolun itirilmiş romantikasını yenidən tapmaq və evində təsəlli axtarmaq idi. Onu dünyaya tanıdan doğma klubun forması ilə yenidən meydana çıxmaq, pərəstişkarların köhnə günlərində dadını xatırlatsa da, bədəni artıq illərin zədələrindən yorulmuşdu. O, Messi'dən və Ronaldo'dan sonra futbolun yeni kralı olmalı idi. Amma öz hekayəsini tamamlamaq üçün başladığı nöqtəyə sığındı. Sizcə Neymar yanlış seçimlər və intizamsızlığın qurbanı oldu, yoxsa mı zədələrdən oldu? Hətta Ronaldo, Neymar, Messi'nin bir maraqlı faktı var ki, 30 yaşınacan onların arasından ən çox qolu atan Neymar olmuşdu. Neymar ise futbola əyləncə kimi yanaşdı. O futbola əyləncə kimi yanaşdığı üçün o çox disiplinsizliyi ilə, intizamsızlığı ilə yadda qaldı. Əgər o orada etməsəydi, disiplinli olsaydı, mənim fikrimcə bəlkə dünyanın ən yaxşı futbolçusu ola bilərdi. Amma o öz futboluna xəyanət elədi. Bəli, çox futbolçular Braziliyalılar olub. Braziliyalılar günü həmişə əyləncə ilə keçirdilər. Onlar əyləncəni sevən futbolçular yetişdirirlər ən çox. Amma onlar həm də yaxşı oynayırlar. Məsələn, Ronaldinho karyerasının ən axırlarında əyləncə kimi yanaşdığı üçün elə olmuşdu. Ona görə də o axırda karyerasına pis qutardı. Ronaldo Nazario'da isə böyük bir zədəli olmuşdu. Əgər o zədə olmasaydı, bəlkə indi bu üç futbolçu da bəlkə tarixin ən yaxşı futbolçularından ola bilərdi. Bəlkə də futbol tarixi bambaşqa ola bilərdi. Həm də 2015-də Neymar mənim fikrimcə bir Ballon d'Or olmalıydı. Amma FIFA ədalətsizlik edərək FIFA'nı qızıl topu Neymar'a vermək əvəzinə Messi'yə verdi. Nəysə, sağ olun dostlar. Fikrinizi şərhlə bölüşərsiniz.